Azının xeyri yoxdur, çoxu ziyandır. Sinədə xırıltını və acılığı qısa müddət ərzində götürsə də, problemi aradan qaldırmır. Çox içəndə isə daxili orqanları zədələyir. Bu sözləri mədə müalicəsi üçün sodalı su içənlərə səslənən Rusiyalı gastroenteroloq və terapevt Sergey Lapatin deyib. Biz soda içdikdə mədədə çox miqdarda karbon qazı əmələ gəlir. Bu zaman mədə yanması həqiqətən də dayana bilər. Ancaq daha sonra orqanın divarları qazların təsiri altında genişlənməyə başlayır ki, bu da geyirmə, narahatlıq və qarında şişkinliyə səbəb olur. Eyni zamanda mədədə xlorid turşusu ifrazı artır. Nəticədə mədə yanmasının aradan qalxması ilə gələn rahatlıq başqa bir reflekslə əvəz olunur. Mədə turşusu qida borusuna daxil olur və mədə yanması yeni güclə 2 qat geri qayıdır. Bu effektə turşu rikoşeti də deyilir, deyə həkim bildirib. Onun sözlərinə görə bu üsuldan müntəzəm istifadə edildikdə mədə yanması spazmları daha da tez-tez baş verir və bu da qida borusunun selikli qişasının zədələnməsinə gətirib çıxarır. Sodanın nəzarətsiz şəkildə istehlakı həmçinin mədə xorası və qastritin kəskinləşməsi baxımından da təhlükəlidir, deyə həkim bildirib.